Uşağımda tez-tez qarın ağrısı var, tez-tez qusma olur. Bu apendisit ola bilər. Xeyr, olmaz. Uşaqlarda apendisit yaş qruplarına görə dəyişir. Dünyada ümumiyyətlə apendisit oranı ehtimalı 7%-dir. Yəni ki, hər 100 adamın 7-sində apendisit olur. Apendisit ilk tapıldığı anda, diaqnoz qoyulduğu anda əməliyyat olmalıdır. Onun hər hansı bir takibi, hər hansı bir gözlənilməsi yoxdur. Uşaqlarda niyə yaş qrupuna görə önəmlidir? Çünki özəlliklə məktəbə qədər olan yaş qruplarında bu uşaqlar öz dərdlərini belə deyək, ifadə eləyə bilmədikləri üçün ən çox qarın ağrısı, qəbizliyə və yaxud da başqa viral infeksiyalara bağlandığı üçün bu uşaqlara antibiotik verilir, qızdırma düşürücü verilir. Ancaq ki, bunlar apendisitin fəsadlanmasına gətirib yol aça bilər. Daha yüksək yaşlarda isə uşaqlar öz dərdlərini izah edə bildiyi üçün diaqnozunu qoymaq daha asandır. Valideynlər özəlliklə məktəbə qədər olan yaş qruplarında diqqətli olmalıdır. Qarın ağrısı, qızdırma, qusma, iştahsızlıq olduğu müddətdə mütləq pediatrla məsləhətləşməlidir. Apendisit hər türlü inkar edilməlidir. Çünki bu yaş qruplarında apendisit patlamış halda özünü biruzə verə bilir.